bir izləyicimiz bizə Çindən hədiyyə göndərib. Fincandır, üstündə ənənəvi Çin əjdahası və s. var. Sadəcə bizim çay içmək anlayışımız fərqlidir da. Azərbaycan xalqı olaraq biz susuyanda çay içirik. Su içmək demək olar ki, yoxdur. İçərisində özünün dəmləməsi var. Məsələn də zövq üçün çay içmək istəyən bir insan içərisinə çayı tökür, sonra fincanda dəmləyir, elə içir. Bu bizim ancaq bir dəfəlik şeyimizdir da, bir dəfə doldurub içməliyimizdir. Zarafat bir yana bunu göndərən izləyicimiz Qüdsi Azərbaycanlı tələbədir orada, 3-cü kursda oxuyur. Özü Pekində yaşayır. Həm fincanı göndərib, həm də Şanxayın bəzəkli maqnitini göndərib. Soyduzun üstünü vurmuşuq onu da. Qüdsi ilə danışanda dedik ki, buradan maraqlananlar olsa sənin Instagram hesabını verə bilərikmi? Razılaşdı. Həm orada Çində təhsil məsələləri ilə bağlı tövsiyələr verir insanlara, elə konsultasiyalar verir, həm də buradan gedən iş adamlarına tərcüməçilik ya da bələdçilik xidməti də göstərir. Turizmlə bağlı getmək istəsəz yazarsınız. Deyin ki, Fərdin kanalında görmüşük. Sizə maksimum köməklik eləyəcək. Düşünün ki, Çində bir dostumuz var artıq. Instagram hesabını bura qoyacağam. İzləyə bilərsiniz. Nə sualınız olsa da yazın. Aradakı saat fərqini nəzərə alsaz bir gün sonra ola bilsin ki, cavab verir. Təkrar Qüdsiyə də təşəkkür edirik.